Qurana əsasən hər şey ol kəlməsindən başladı. Ol məhəbbətin əmr formasına düşmüş şəklidir. Yəni Allah Taala sevdiyinə görə yaratdı və sevdiyinə görə yaranmağa əmr etdi. Yaradılışda biri kişi, digəri isə qadın başlanğıcıdır. Kişi formanı tərənnüm edir, təmsil edir, qadın isə məzmunu. Ona görə də kişi sayağı davranış adətən açıq mətnlə, qayda və qanunla ifadə olunur. Qadın sayağı davranış isə üstü örtülü, kinayəli şəkildə və mehribanlıqla ifadə olunur. Həyatda harmoniya bu iki varlığın vəhdətindən əmələ gəlir. Əgər bunlardan biri olmasa, həqiqətən həyatın ritmi pozular və balansı itər. İnsan ata ilə anadan dünyaya gəlir və eyni zamanda bu ikisinin tərbiyəsi ilə formalaşır. Ana onu mənəvi cəhətdən, ata isə ictimai cəhətdən tərbiyə edir. Biri sevgini, yəni ana sevgini öyrədir, ata isə sevgini doğru formada, düzgün formada ifadə etməyi öyrədir. Ər və arvad bir-birini tamamlayır və dolğunlaşdırır.